Salam, hər vaxtınız xeyir. Əziz və dəyərli 9-cu sinif şagirdləri. Bilirsiniz ki, fevralın 1-də Landau Nəşriyyat evində təşkil etdiyi sınavlar keçirilmişdir. Bu sınavın riyaziyyat suallarını bir yerdə istəyirəm izahına baxaq və əvvəlcədən qeyd etmək istəyirəm ki, suallar buraxılış imtahanının suallarına uyğun tərtib olunmuşdur və bütün şagirdlərin bu tapşırıqları diqqətlə izləməsini tövsiyə edirəm. Gəlin başlayaq birinci sualdan. 57. Əbu 7n üstə gəl 8, 7 üstə gəl 7n üstə gəl 9'u hesablayın. Diqqətlə fikir verin bu ifadələrə. 7n üstə gəl 8, 7n üstə gəl 9. 8 və 9 ardıcıl ədədlərdir. Deməli 7n üstə gəl 8 və 7n üstə gəl 9 ifadələri də ardıcıl ədədləri göstərir. Biz də öyrənmişdik ki, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, 5 və 6, 6 və 7, 8 və 9 və s. Bütün ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin də əbubu 1-ə bərabərdir. Bu qaydadır, hamınız bilirsiniz. Deməli, doğru cavabımız olur Y variantı 1. 58-ci sual. Adi kəsirlər üzərində əməllərə aiddir. İfadənin qiymətini hesablayın. Əlbəttə bilirsiniz ki, ifadədə mötərizə iştirak edirsə, birinci mötərizənin içindən başlamaq lazımdır. Mötərizənin içində həm bölmə, həm toplama əməl var. Birinci bölmə əməlini yerinə yetirəcəksiniz. Deməli, 3'də 4 bölünsün 3'də 5. Kəsri kəsrə böləndə birinci kəsri ikinci kəsrin tərsinə vurmaq lazımdır. O zaman 3'də ixtisar gedir, cavab qalır 5'də 4. İkinci əməlimiz toplama əməlini yerinə yetiririk. 5'də 4 üstə gəl 5'də 21. Məxrəclər eyni olduğu üçün surətlər toplanılır. 5'də 25. 25'i də 5'ə böləndə 5 alınır. Üçüncü əməlimiz vurma əməlidir. 5'də 7 vurulsun 5. Axı 5 almışdır mötərizənin qiymətini. 5'də 7 vurulsun 5. Burada da 5'də ixtisar gedir. Cavab qalır 7. Doğru cavabımız olur C variantı. AB paraleldir CD və CY bucaq BCD'nin tən bölənidir. Bucaq ABC 70 dərəcədir. 70 dərəcədir. Bucaq BCY'nin dərəcə ölçüsünü tapın. Bucaq BCY. Bunu bizdən soruşur. Deməli, burada nəyə fikir veririk? Birinci paralelliyə fikir veririk. Deməli, AB paraleldir CD. Əgər paralellik varsa, biz demişdik ki, çarpaz bucaqlar, daxili bir tərəfli bucaqlar, uyğun bucaqlar bizim yadımıza düşməli. Diqqətlə fikir veririk. Burada 70 dərəcəli bucaq var. Və C bucağına da baxsanız, əgər BCD bucaq. BCD bucağı ilə ABC bucağı çarpaz bucaqlar olur. Çarpaz bucaqlar da bilirsiniz ki, bərabərdir. Deməli, bax bu bucaqda olur 70 dərəcə. Yəni bucaq BCD. Bucaq BCD bərabər olur. Bucaq ABC. Bu da bərabər olur 70 dərəcələ. Və bizdən nə soruşur? Bizdən BCY bucağını soruşur. Bucaq BCY. Axı şərt var idi. Şərtdə deyilirdi ki, CY bucaq BCD'nin tən böləndidir. Bax bu CY bucaq BCD'nin tən bölənidir. Tən böləndidirsə bucağı yarı bölür. Bizdən də bucaq BCY'ni soruşur. Yəni 70'in yarısı. Yəni 70 bölü 2 bərabərdir 35 dərəcə. Doğru cavabımız olur B variantı. 60. A ədədinin B faizini hesablayan düstur aşağıdakilərdən hansıdır? Sadə bir sualdır. Əminəm ki, hamınız bu sualın cavabını bilirsiniz. A ədədinin B faizini hesablayan düstur. Yəni ədədin faizinin tapılması. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100%'e bölmək lazımdır.
Baxırıq cavablara. Doğru cavabımız A variantı. 61-ci sual. 2 ədəd verilib bizə, A və B ədədləri. Bu ədədlərin standart şəklində yazılışında tərtiblərin hasilini tapın. Fikir versin uşaqlar, bütün sınavlarda standart şəklə aid sual düşür. Buraxılış imtahanında da mütləq buna aid sual düşəcək. Yəni bu dərsi, bu qaydanı diqqətlə öyrənin ki, sonra yadınızdan çıxmasın, qarışdırmayasınız. A ədədinə fikir verin. 525-ni. 525-ni. Yaxşı, bəs standart şəklin qaydası necədir? Əvvəl onu yadımıza salaq. Standart şəkil A vurulsun, onun üstə N şəklindədir. A-ya qiymətli hissə, N-ə isə tərtib deyilir. Qiymətli hissə böyük bərabərdir 1, kiçikdir, aralığında olmalıdır. Gəlin fikir verək. Biz A ədədini standart şəkildə göstərməliyik. Baxın, A1 ilə onun arasında olmalıdır. Deməli, biz bunu 5,25 vurulsun. Baxın, 10 üstü N. Onun üstündə N-i necə biz tapmalıyıq tərtibi? Onun üçün axırdan sayın. 1, 2, 3, 4, 5. Vergülü hara qoymuşduq? 5-dən sonra. Bax, 5-ə qədər sayın. 1, 2, 3, 4, 5. Deməli, onun üstündə 5. İkinci ədədimiz B ədəd. 34.200. Yenə də A ədədi 1 ilə onun arasında olmalıdır. 3 tam %42 vurulsun. Yəni sıfırlardan başqa burada heç bir rəqəm qoymuruq da, hamısını yazırıq. Sadəcə 3-dən sonra vergül yazırıq. Və onun üstündə neçə olmalıdır? Yenə axırdan sayırsınız. 1, 2, 3, 4. Vergülü hara qoymuşduq? 4-dən əvvəl 3 ilə 4-ün arasında. Vergüldən sonra neçə rəqəm düşdü? 1, 2, 3, 4, 4-dən. Onun üstündə 4 yazırsınız. Bizdən tərtiblərinin hasilini soruşur. Tərtib də dedik, onun üstündəki N-dir. Deməli, indi baxaq onun üstündə. Birində 5-dir, birində 4-dür. Onların hasilini soruşur. Deməli, 5 vurulsun 4, yəni 20. C variantı. Davam edirik. Keçirik 62-ci suala. Katetlərin 9 və 12 olan üçbucağın kiçik medianının uzunluğunu tapın. Deməli, katetləri 9 və 12. Katetlər 9 və 12-dirsə, deməli, söhbət burada düzbucaqlı üçbucaqdan gedir. Düzbucaqlı üçbucaqdan gedir. 9 və 12 katetlərdən birinə 9 yazaq, o birinə 12 yazaq və hipotenuzu tapaq. Hipotenuzu tapmaq üçün bilirsiniz ki, Pifagor teoremindən istifadə edirik. 9-un kvadratı üstəgəl 12-nin kvadratı bərabərdir. 81 üstəgəl 144. Bu da bərabərdir. 225. 225 neçənin kvadratıdır? 225'ten kök alırıq. 15. Deməli, hipotenuzumuz 15'dir. Bizdən nə soruşur? Üçbucağın kiçik medianının uzunluğu. Üçbucağın da kiçik medianı olacaq düzbucaqdan hipotenuza çəkilmiş median. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş median. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Yəni 15 bölünsün 2 bərabərdir 7,5. Doğru cevabımız olur D variantı. Keçirik 63-cü suala. 63-cü sualda bizə çox ədli verilib. Qüvvət üstü mötərizənin üstünə fikir verin. Qüvvət üstü ona bərabərdir və çox ədlinin sərbəst həddini tapın. Sərbəst hədd deyəndə də uşaqlar x olmayanı, dəyişən iştirak etməyənə baxırsınız. Yəni belə suallarda çox ədlinin digər hədlərinə baxmayın. -1, -1 üstündə 10. -1-ində cüt dərəcədən qüvvəti müsbət 1 olduğu üçün doğru cavabımız olur D variantı. 64-cü sual. 2x'ın kubu çıxılsın 16 çox ədlisini vurğulara ayırın. 2-nin mötərizə xaricinə çıxarırıq. Qalır. X'ın kubu çıxılsın 16-nı 2-yə böləndə 8. Diqqətlə fikir veririk. Bu hansı düsturdur? Müxtəsər vurma düsturlarından kub varsa A kub çıxılsın B kub oxşayır. 8 də 2-nin kubudur. Deməli,
X kub çıxılsın 2'nin kubu. A kub çıxılsın B kub düsturunun açılışı. A çıxılsın B. Yəni X çıxılsın 2. İkinci böltərizədə A kvadrat. Yəni X'in kvadratı. Üstəgəl AB. Yəni 2X. Üstəgəl B kvadrat. Yəni 2'nin kvadratı 4. Baxaq variantlara. 2 vurulsun X çıxılsın 2. X kvadrat üstəgəl 2X. Üstəgəl 4. Bu da olur A variantında. Devam edək inşallah. 65-ci suala gəlin baxaq. Baxın, kökün altında ifadələr verilir. Bu ifadələrə diqqətlə gəlin fikir verək. Birinci kökün altındakı ifadə 1 üstəgəl 2-dədir. 1 üstəgəl 2-dədir, yəni 2-də 2 üstəgəl 2-dədir. Bu da 2-də 3 demək. Vurulsun 1 üstəgəl 3-dədir, yəni 3-də 3 üstəgəl 3-dədir. Bu da 3-də 4 deməkdir. Vurulsun 1 üstəgəl 4-dədir, yəni 4-də 4 üstəgəl 4-dədir. Bu da 4-də 5 deməkdir. Və nöqtələr var arasında. 1 üstəgəl 17-dən 1, yəni 17-də 17 üstəgəl 17-dən 1. Bu da 17-də 18 deməkdir. Biz də bilirik ki, inşallah ayrı-ayrı köklərin hasilini eyni kökün altında yazmaq olur. Yəni kök altında A vurulsun kök altında B bərabərdir kök altında AB hasili. Bu qaydamıza əsasən biz həmin bu kəsirləri hamısını eyni kökün altında yazaq. 2-də 3 vurulsun 3-də 4 vurulsun 4-də 5 vurulsun nöqtə 17-də 18. Diqqətlə gəlin aldan ifadəyə baxaq. İnşallah görürsünüz burada ixtisar gedənlər var. Baxın 3'lər gedir, 4'lər gedir. Arasında da nöqtələr var. 4'də 5'dən sonra hansı kəsir gələcəkdir? Baxın 3'də 4, 4'də 5, sonra gələcəkdir 5'də 6. Deməli bax belə hamısı ixtisar gedəcək. Qalan nə olacaq? Birinci məxrəcdən 2 və axırıncı kəsirin də surətindən 18 qalacaq. 18 bölünsün 2. Bu da kökdə 9 edir. Kökdə 9'dan da çıxacaq 3. Deməli doğru cavabımız olur B variantı. 66-cı tapşırıq. O mərkəzli çevridə SK toxunandır. AB və AC vətənlərdir. Bucaq BAC. Baxaq. Bucaq BAC. Bizə verilib ki, bucaq BAC, bax fikir verin, daxili çəkilmiş bucaq. Çevrənin daxilinə çəkilmiş bucaq. Bunu bizə ifadə şəklində verib. 2x üstəgəl 10. Sonra BSK bucağı. BSK bucağına da fikir verin inşallah. Vətər və toxunanın arasında qalan bucaq. Vətər və toxunanın arasında qalan bucaq. BSK. Bunu da bizə verib 3x çıxılsın 10 dərəcə. Nə soruşur? OBS'ni tapın. OBS bucağı var. Bu bucaq. Bak buradaki bucaq. Bu OBS'ni tapın. Baxaq görək inşallah. Deməli, daxili çəkilmiş bucaq. BAC bucağı. Söykəndiyi qövsün yarısına bərabərdir. Axı bizə BAC-ni verilmişdi 2x üstəgəl. Deməli, qövs, BC qövsü, həmin bu 2x üstəgəl ondan 2 dəfə çoxdur. 2x üstəgəl onu 2'yə vurmalıyım. 2x üstəgəl 10. Bu da bizə verir 4x üstəgəl 20. Yəni həmin bax bu BC qövsü 4x üstəgəl 20 olur. Digər tərəfdən inşallah BSK, baxın, BSK vətər və toxunanın arasında olan bucaq, yenə də qaydaya əsasən, o da söykəndiyi qövsünü yarısı olur. O da söykənir BS qövsünə. Deməli, belə çıxır ki, BSK bucağı da 4x üstəgəl 20'nin yarısına bərabər olmalıdır. BSK bucağını bizə verir. 3x çıxılsın 10. Fikir verirsiniz. Deməli 3x çıxılsın 10, yəni BSK bucağı 4x üstəgəl 20'dən 2 dəfə kiçikdir. Və yaxud tərsinə
4x üstə gəlir 20, yəni BC göstərinin dərəcə ölçüsü həmin bu vətərlə toxunanın arasında olan bucaqdan 2 dəfə böyükdür. Deməli yazaq ki, 4x üstə gəlir 20, yəni qövsün dərəcə ölçüsü bərabərdir. Vətər və toxunanın arasındakı bucaqdan 2 dəfə böyük. Yəni 2 vurulsun BSK bucağı. 2x çıxılsın 10. Sadələşdirək bu təliyin 4x üstə gəlir 20 bərabərdir. 2-ni 3x-ə vururuq 6x, 2-ni mənfi 10-a vurursunuz. Deməli, mənfi 20. 4x-i sağa keçir də x-lər mənfi olmasın. 6x-dan 4x-i çıxaraq 2x, mənfi 20-ni sola gətirək. 20 üstə gəlir 20, 40. X bərabər olur 20. Deməli, biz x-i tapdıq, məchulu tapdıq burada. Bizdən nə soruşur? OBC-nin dərəcə ölçüsü. OBC-nin dərəcə ölçüsü. İndi x-in qiymətini gətirək qoyaq yerinə. Qövsün dərəcə ölçüsünü tapaq. 4x üstə gəlir 20. Deməli, 4-ü vururuq 20-yə. Üstünə gəldik 20. Bu da olur 100 dərəcə. Deməli, qövs 100 dərəcəymiş. Yəni, BC qövsü 100 dərəcədir. 100 dərəcə. İndi o bucağına fikir verin. O bucağına. O bucağının təpəsi çevrənin mərkəzindədir. Deməli, bu mərkəzi bucaqdır. Mərkəzi bucaq da söykənir. Söykəndiyi qövsü, belə deyək də, söykəndiyi qövsü bərabərdir də, bilirsiniz. Mərkəzi bucaq, BOC bucağı söykəndiyi qövsü bərabərdir. Yəni 100 dərəcəyə bərabərdir. Deməli, o bucağı 100 dərəcədir. Digər tərəfdən də BOC bərabər yanlış bucaqdır. Çünki hər ikisi BO və OC radiuslardır. BO da radiusdur. OC də radiusdur. O bucağı da 100 dərəcədir. Bərabər yanlış bucağında oturacağına bitişik bucaqlar bir-birinə bərabərdir. Deməli, bucaq O, yəni BOC bərabərdir 100 dərəcə. Təpə bucağı 100 dərəcədir. Və bizdən soruşduğu OBC bucağı var ha. OBC bucağı. Buradakı bucaq. O da oturacağı bitişik bucaqdır. Oturacağı bitişik bucaqlar ikisi bir-birinə bərabərdir. Deməli, 100-ü çıxacaq. Çıxacaq 180-dan. 180 çıxılsın 100 bölünsün 2 bərabərdir 40 dərəcə. Deməli, bucaq OBC, bizdən soruşduğu həmin vaxt bu bucaq OBC 40 dərəcədir. Doğru cavabımız olur D variantı. Altmış 7-ci suala baxaq. Belə bir tənlik verilir uşaqlar. Tənliyinin A-nın hansı qiymətində həlli yoxdur? Gəlin baxaq tənliyə. 5x üstə gəlir 3. Məxrəcimiz də x çıxılsın 4. A-nın da məxrəcinə 1 aparaq. Və çarpaz vuraq. Tənasüb kimi çarpaz vuraq. 5x üstə gəlir 3 1-ə vurulur. 5x üstə gəlir 3 bərabərdir. A vurulur x çıxılsın 4-ə. Olur A-x çıxılsın 4A. Deməli, tənliyin həlli yoxdur deyəndə biz x-i bax burada tapmalıyıq. 5x çıxılsın A-x bərabərdir. 3 keçib sağa, mənfi 3 çıxılsın 4A. X-i çıxaraq mötərizə xaricinə. Qalır burada 5 çıxılsın A bərabərdir. Mənfi 3 çıxılsın 4A. Və x-i əgər biz buradan tapsaq, mənfi 3 çıxılsın 4A-nı bölməliyik. 5 çıxılsın A-ya. Və bizə deyir ki, A-nın hansı qiymətində tənliyin həlli yoxdur. Tənliyin o zaman həlli olmur ki, onun məxrəci 0-a bərabər olandır. Yəni tənliyin məxrəci 0-a bərabər, daha doğrusu kəsrin məxrəci 0-a bərabər ola bilməz. 5 çıxılsın A bərabərdir 0. Buradan da A-nı tapırıq, A bərabərdir demiş. Yəni A-nın 5 qiymətində məxrəc 0-a çevrilir, bölən 0-a çevrilir. Buna görə də bu tənliyin həlli olmur. Deməli, doğru cavabımız olur A variantı. 68-ci sual. Tənliklər sisteminin həllər cütü 1-1 olarsa. Həllər cütü deyəndə də x və y-i nəzərdə tutur. Yəni, x da 1-ə bərabərdir, y də 1-ə bərabərdir. Hər ikisinin qiyməti 1-dir. Gətirib tənlikdə harada x, y varsa yerinə 1 yazsaq, əgər A vurulsun 1 olur A. Üstə gəl. 3 vurulsun 1, 3 bərabərdir 5. 3x, x-in yerinə 1 yazılır. 3 vurulsun 1, 3 üstə gəl. B vurulsun y 1-dir.
olur B bərabərdir 7. Böyle tənliklər alırıq. Və bunların hər birindən birincidən A-nı tapırıq. A bərabərdir 5 çıxılsın 3, yəni 2. İkincidə də B bərabərdir 7 çıxılsın 3, yəni 4. Bizdən soruşur, A üstəgəl B cəmini tapın. 2 və 4'ü toplayırıq. Doğru cavabımız olur C variantı. 69-cu sual. Modul bərabərsizliyidir. Fikir verirsiniz. Modulda 5x üstəgəl 10 böyükdür -17. Sağ tərəfdə -17'ye baxın. Biz bilirik ki, modulun qiyməti mənfi olmayan ədəddir. Yəni böyük bərabərdir 0. Sağ tərəfdə -17'dir. Əlbəttə ki, modulun aldığı cavab, yəni moduldan çıxan cavab həmişə -17'dən böyük olmalıdır. Ona görə də bir olduqda bərabərsizliyin həllər çoxluğunu götürürlər mənfi sonsuzluğundan müsbət sonsuzluğa. Ama burada bizden sual verir. Bərabərsizliyin ən böyük mənfi tam həllini tapın. Mənfi tam həlli də ən böyük mənfi ədədimiz tam, yəni tam mənfi ədədimiz mənfi 1 olduğu üçün doğru cavabımız olur A variantı. 70-ci suala baxaq. ABCD bərabər yanlı trapeziyasında AB kiçik oturacağı 5'e bərabərdir. CD böyük oturacağı 13'e bərabərdir. CA perpendikulyardır AD'yə, yəni diagonal yan tərəfə perpendikulyardır. Bizdən soruşur ki, yan tərəfin uzunluğunu tapın. Bərabər yanlı trapeziya olduğu üçün yan tərəfləri də bir-birinə bərabərdir. Deməli, belə tapşırıqlarda biz adətən hündürlük çəkirik. Şunlar hündürlük bizə kömək edir. Üstəlik də burada CAD fikir verirsiniz. Düz bucaqlı, üç bucaqlı, təpəsi düz bucaqlı, düz bucaqlı, üç bucağın da düz bucaq təpəsindən hündürlük çəkəndə bizim ona uyğun qaydalarımız da var. Deməli, bax burada hündürlüyün oturacağını K adlandıraq və alınan kiçik parçanı görürsünüz, KD parçasını. KD parçasının tapılması üçün də bizim bir durumumuz var. 13'dən 5'i çıxıb bölürük 2'yə. Yəni KD bərabərdir, oturacaqların fərqinin yazısı. 13 çıxılsın 5 bölünsün 2. Bu da olur 4. Deməli KD 4. Və fikir veririk. AD C 3 bucağına. ABC 3 bucağına. Bu 3 bucaq düz bucaqlı 3 bucaqdır. Təpəsindəki bucaq düz bucaqdır və düz bucaq təpəsindən hündürlüyü çəkilib. Düz bucaq təpəsindən hündürlüyü çəkilibsə, onda hündürlüyün kvadratı bərabərdir. Proyeksiyaların hasili. Proyeksiyalarımızda KD və KC proyeksiyalarıdır. KD'ni 4 tapmışıq, amma ümumi CD parçasının uzunluğu 13 idi. 13'dən də 4 çıxanda bu birisi proyeksiyaya, yəni CK proyeksiyasına 9 düşür. Deməli olur H kvadrat bərabərdir 4 vurulsun 9. Yəni 36. Onda H olur 6. H olur 6. Və bizdən yan tərəfi soruşurdu. Adi yan tərəfini artıq bax burada fikir verirsiniz. Düz bucaqlı 3 bucağımız var. Katetləri məlum. Biri 4'dür, biri də H-ı tapdıq 6'dır. Deməli artıq biz adi yan tərəfini tapa bilərik. Bu da düz bucaqlı 3 bucaqda hipotenusdur. Deməli AD'nin kvadratı bərabərdir 4'ün kvadratı üstəgəl 6'nın kvadratı. Bu da bizə verir 16 üstəgəl 36. Yəni 52. AD də bərabər olur. Kökdə 52. 52 də 4 vurulsun 13 olduğu üçün 4'dən 2 çıxır, 13 kökün altında qalır. Yəni 2 kökdə 13 doğru cavabımız olur B variantı. 71-ci suala gəlin baxaq. Mötərizədə fikir verin 0'dan 1000'də 8 verilib. 0'dan 1000'də 8'i gələn adi kəsir şəklində göstərək. 0'dan 1000'də 8. Məxrəcimiz 1000, surətimiz 8. 1000'də 8 verirsiniz ki, xüsuslər gedir. 1008'e bölünür. 125'də 1. 125'də 5'in kubudur. Yəni olur 5'də 1, 5'də 1, üstündə 3. Və fikir verin misala. Misalda mötərizənin də üstündə -3'də 5 qüvvəti var. Gətirək indi
sıfırdan 1008'i 5'te 1'in kubu almışıq da. 5'te 1'in kubu deməli onun da üstündə olacaq mənfi 3'te 5. Mənfi 3'te 5. Fikir verin bu 3'ten burada getdim. Qaldı 5'te 1'in üstündə. 5'te 1'in üstündə mənfi 5. Bu neye bərabərdir? Qüvvət üstü mənfidir. Əsası da kəsirdir. Bizim qaydamız var da A bölünsün B'nin üstündə mənfi N bərabərdir. Əgər istəyiriksə qüvvət üstü müsbət olsun, onda kəsrin surət və məxrəcinin yeri dəyişilir. Yəni B bölünsün A-nın üstündə N olur. Yəni 5'ten 1'i tersine çevirmək lazımdır. Tersine çevirəndə də 5 olur. Qüvvət üstü də müsbət olur. Yəni olur 5 üstü 5. 5 üstü 5. Bunu tapdıq. Sonra misalın ardına fikir verək. Vurulsun 2 üstü 4 var və vurulsun 10 üstü mənfi 5 var. Gəlin davamı yazaq. Deməli 5 üstü 5 bunu tapmışdıq. Vurulsun 2 üstü 4 vurulsun. Bax bu 10 üstü mənfi 5'dir. Onu parçalayaq. 2 vurulsun 5'in üstündə mənfi 5. Bu şəkildə göstərək hasilin qüvvəti. Ayrı-ayrı vurulların qüvvətinin hasilinə bərabər olacaq. Yəni 2 üstü mənfi 5, 2 üstü mənfi 5 vurulsun 5 üstü mənfi 5. 5 üstü mənfi 5 bərabərdir. Baxın 5 üstü 5, 5 üstü mənfi 5. Qüvvət üstləri toplanacaq. 5'in üstündə mənfi 5 üstə gəl 5. Fikir verin. 5 üstü 0 çevrilecek. Başka ne kalır burada? Vurulsun. 2 esaslı olanlar üstler 4 ile mənfi 5 toplanır. Yani 4 çıkılsın 5 beraberdir. 5 üstü 0 vurulsun. 2'nin üstünde mənfi 1. 5 üstü 0 1'e beraberdir. 2 üstü mənfi 1 de olacak. 2'de 1. Doğru cevabımız olacak. D variantı. 70. suala bakalım. Modul tənlidir. Diqqətlə fikir verin. Modulda x üstə gəlir 2, modulda x çıxılsın 5 və x-ı hansı aralıqda yerləşdiyini bizə göstərir. Mənfi 2 ilə 5'in arasındadır. Mənfi 2 ilə 5'in arasında olduğu üçün x-a bu aralıqdan hər hansı bir qiymət versəniz, məsəl üçün 3, 4, hər hansı bir qiymət versəniz, gətir modulda yoxlasanız, məsələn 3 götürmüşüksə 3 üstə gəlir ki, modulun içi müsbət edir. Deməli, birinci modulumuz müsbətdir. İkinci modulda 3'ten 5'i çıxanda mənfi olacaq. İkinci modulumuzun içindəki ifadə mənfidir. Biz də bilirik ki, əgər modulun içindəki ifadə müsbətdirsə, moduldakı ifadə olduğu kimi çıxır. Özü, yəni olduğu kimi. X üstə gəlir 2. Amma ikinci modulun içindəki ifadə mənfidir. Mənfidirsə, onda əksi çıxır. X çıxılsın 5'in də əksi 5 çıxılsın x-dır. Arasında da, yəni misalın özündə də bir dənə mənfi işarəsi var. 5 çıxılsın x-i hələlik bir tərzidə yazaram ki, yəni qarışdırmayasınız siz işarələri. Deməli, x üstə gəl 2, mötərizəni asırıq, mənfi 5 üstə gəl, x bərabərdir 5. x topladıq 2x, 2 çıxılsın 5, mənfi 3 bərabərdir 5. 2x bərabərdir, 5'in üstünə 3 gəlirik 8, x bərabərdir 8'i 2'ye bölürük 4. Deməli 72'də cevabımız olur 4. 73. suala baxaq. Məxrəc A kvadrat üstə gəl AB. Fikir verin uşaqlar. Məxrəc A-nın mötərizə xaricini çıxartsaq, qalar A üstə gəl B. Surətdə də bir dənə A var yazırıq yerinə. İkinci məxrəcdən B-ni çıxartsanız, qalacaq A üstə gəl B. Surətdə də B var. Fikir verin uşaqlar, bax, A-lar burada gedir, B-lər də gedir. Nə qalır? 1 bölünsün A üstə gəl B, çıxılsın 1 bölünsün A üstə gəl B. Fikir verirsiniz, eyni ifadələr qalır. Bunlar da bir-birindən çıxanda cavab olur 0. Deməli, 73'ün cavabı 0 olur. Keçirik 74'də. 74'də təhlilər sistemidir, sadədir. Deməli, 3Q, mənfi 3Q, əks əmsalları əks işarəlidir. Tərəf-tərəfə toplayanda 3Q'lər gedir. 4P, 5P toplayırıq.
olur 9P, 20 ve 25 onları da topluyoruz. 45, 45'i 9'a bölürük, P beraber olur 5'e. P5'te getirib hansısa bir tane de birinci ve ikinci hansını da istəyirsiniz qoyursunuz yerine. Birinci tane de buyuram 4 vurulsun P yani 5 üstəgəl 3 kül beraberdir 20. 20 üstəgəl 3 kül beraberdir 20. 20'den 20'ni çıtırsınız. 0. 0'ı da 3'e böləndə olur 0. Bizdən nə soruşur? P üstəgəl 2 cəmini tapın. P'ni 5 tapmışdıq. Şunu da 0 tapmışdıq. 5 üstəgəl 0 doğru cevabımız olur D variantı. Devam edirik inşallah. Keçək 75-ci suala. Kəsir verilir, fikir verirsiniz. Kəsirlərin surəti biri 70 bölünsün x-dir. Birində isə deməli 41 bölünsün x-dir. Hər ikisinin məxrəci eynidir. X-dir. Bizə deyir ki, bu kəsirlərin qiymətini tam ədədə çevirən ən böyük x tam ədədini tapın. Yəni bu kəsirləri ikisinin də qiyməti cavabı tam ədəd olsun. Bu deməkdir ki, surətli məxrəcə böləndə cavab tam ədəd alınsın. Yəni surət məxrəcə tam bölünsün. X elə bir ədəd olsun ki, 70 də həmin ədədə bölünsün, 45 də həmin ədədə bölünsün. Üstəlik də tam ədədə çevirən ən böyük x tam ədədini tapın. Deməli, bu x-ların içindən biz ən böyüyünü götürməliyik. Bunun üçün biz 70 və 45'in əbobunu tapmalıyıq. Əbob 70, 45. Yəni 70 və 45'in ən böyük ortaq bölənindən söhbət gedir. 70 və 45'i də əbobunu tapanda 70 ve 45 her ikisini neçəyə bölünür? 5'e bölünür. 70'i 5'e bölürük 14, 45'i de 5'e bölürük 9. 14 ve 9 qarşılıqlı sadə ədədlərdə davam etməyə ehtiyac yoxdur. Deməli, elə bunların əbəbi neçəymiş? 5'inmiş. Cevabımız olur 5. Keçdik 76. suala. Bəllidir uşaqlar. Məxrəcləri 2x və 3x. Ortaq məxrəcə gətirə bilərsiniz. Ortaq məxrəcimiz olar 6x. 6x-i 2x-ə böləndə 3. 3 vurulur 1'ə 3. 6x-i 3x-ə böləndə 2. 2 vurulur 1'ə 2. Buna surətimiz olur 3 çıxılsın 2 bərabərdir 24'də 1. Deməli biz nə alırıq? 1 bölünsün 6x bərabərdir 1 bölünsün 24. Çarpaz oranda yenə də olur 6x bərabərdir 24. 24'ü də bölürük 6'ya, x bərabər olur 4'ə. Deməli 76'da cevabımız olur 4. Keçirik 77-ci suala. 77-ci sualımız da sadə sualdır. Fikir verək, axırıncı kökdən başlayan kub kökdə 27. Kub kökdə 27'dən neçə çıxır? 27 neçənin kubudur? 3'ün kubudur. Deməli oldu 3. 5 üstəgəl 3. 8. Deməli kub kökdə 5 üstəgəl 3. Oldu kub kökdə 8. 8. Buradan da çıxdı 2. 8 2'nin kubudur. Və indi bu bax buradakı kvadrat kökə baxın. Kökün altında 2 üstəgəl. Deməli, gəlin başdan yazaq. 3 üstəgəl 3 2 üstəgəl bu ifadəni biz artıq sadələşdirmişik. 2 alınıb. Baxın. Deməli 3 üstəgəl 3 vurulsun. 2 üstəgəl 2 4. Kök altında 4'dən də çıxır 2. 3 vurulsun 2. Deməli gəldin alınır. 6 üstəgəl 3 9. Kökdə 9. Buradan da çıxır 3. 77-ci sualda da cevabımız 3'dür. Ətraflı yazı tapşırıqlarına 3 bucaq verilir. 3 bucağın daxilinə çeviri çəkilmişdir. Həmin çeviri 3 bucağın tərəflərinə M, N, K nöqtəsində toxunur. AB-ni bizə 14 verib. AB-ni 14 verib. AC-ni 18 verib uzunluğunu. BC-nin də uzunluğunu 16 verib. Və bizdən AN parçasının uzunluğunu soruşur. AN parçasına da baxın, burada x yazıb. AN parçasının uzunluğunu. Bizim qaydamız var inşallah. Çevrəyə xaricdə götürülmüş bir nöqtədən əgər 2 toxunan çəkilibsə, onda
Toxunma nöqtələrinə qədər olan məsafələr bərabərdir. Toxunma nöqtələrinə qədər olan məsafələr bir-birinə bərabərdir. Deməli, əgər AN x-dırsa, onda AN də x-dır. C-yə fikir verin uşaqlar. Deməli, bax, AN bərabərdir AN. İndi C tərəfindən baxın. C-dən N-ə qədər olan məsafə C-dən K-yə qədər olan məsafəyə bərabər olmalıdır. C-N-ə bir dənə Y desək, C-K da Y-dir. İndi B tərəfindən baxaq uşaqlar. B tərəfindən M-ə qədər olan məsafə B tərəfindən K-yə qədər olan məsafəyə bərabər olmalıdır. Məsələn, Z desəm, əgər Z BM-ə, onda BK da Z olmalıdır. İndi fikir verin uşaqlar. Belə bir tənlik alırıq. Əvvəl AC üçün. AC üçün yazırıq tənliyi. X üstəgəl Y bərabərdir 18. Yazırım. X üstəgəl Y bərabərdir 18. İndi AB üçün yazıram. X üstəgəl Z. X üstəgəl Z bərabərdir 14. İndi BC üçün yazıram. BC üçün. Z üstəgəl Y bərabərdir 16. Z üstəgəl Y bərabərdir 16. Bax, belə bir tənliklər sistemi alırıq. Bu tənliklər sisteminə diqqətlə fikir verək. Məsələn, baxın, ikinci və üçüncü tənlikləri əgər biz tərəf-tərəfə çıxsaq, Z-lər gedəcək. Z-lər gedəndən sonra qalacaq X çıxılsın Y. Axı tərəf-tərəfə çıxırıq. X çıxılsın Y bərabərdir. 14-dən də 16-nı çıxırıq, -2. Və birinci tənliyimiz X üstəgəl Y bərabərdir 18. Getirib yazırıq altından. Bərabərdir, baxın 18. Və bunları tərəf-tərəfə toplayaq. Y-lər gedir, X-lər toplayırsınız 2X. Bərabərdir, -2-nin üstünə 18 gəlirsiniz, 16. 16-nı da 2-yə bölürük. 8. Deməli, 78-ci tapşırıqda da cavabımız olur 8. Bizdən çünki X-i soruşurdu, AN parçasını soruşurdu. AN parçasını da X götürmüşdü yaxın. Cavabımız olur 8. Şəkildə A, B, C, D düzbucaqlısı daxilində Y, F, K, L. Y, F, K, L kvadratı verilmiştir. Yəni bir dənə düzbucaqlı verilib A, B, C, D. Onun daxilində də bir dənə kvadrat verilib. Y, F, K, L. BC bərabərdir A. BC'ni özü. BC A'ya bərabərdir. AB bərabərdir 4BC. Demək, baxın, AB bərabərdir AB bərabərdir 4BC. Bu nə deməkdir? BC'ni A vermişdir. AB də bərabərdir 4BC. Yəni düzbucaqlının uzunluğu AB BC'dən, enindən 4 dəfə böyükdür. Deməli, AB olur 4A. Və YF-i B verir. Baxın, YF bərabərdir B. YF haradır? Bax, YF. Fikir verin. YF kvadratın tərəfidir. Kvadratın da tərəfi B verir. Bizdən nə soruşur? Rənglənmiş hissənin sahəsini tapın. Diqqətlə fikir verək şəkillərin uşağı. Düzbucaqlı daxilində kvadrat. Kvadratın içərisi rənglənməyib, ağ qalıb, boşdur. Rənglənmiş hissəni tapmaq üçün biz nə etməliyik burada? Fikir verin. Düzbucaqlının sahəsindən əgər kvadratın sahəsini çıxsa, qalacaq rənglənmiş hissə. Bizdən rənglənmiş hissəni soruşur. Baxın, rənglənmiş hissəni soruşur. Deməli, biz düzbucaqlının sahəsindən kvadratın sahəsini çıxmalıyıq. Yəni, S düzbucaqlı çıxılsın S kvadrat. Düzbucaqlının sahə düsturunu bilirsiniz ki, eni vurulsun uzunluğu. Yəni, A vurulsun 4A. A vurulsun 4A. Çıxılsın kvadratın sahə düsturu. Kvadratın sahəsi onun bir tərəfinin kvadratına bərabərdir. Bir tərəfi əgər B-dirsə, kvadratı olacaq B kvadrat.
Deməli, belə bir ifadə alırıq. 4a kvadrat, 4a kvadrat çıxılsın b kvadrat. Cavabı belə də saxlaya bilərik uşaqlar. Və yaxud da kvadratlar fərqi ilə müxtəsər vurma düsturu ilə açsaq daha yaxşı olar. 2a çıxılsın b, 2a üstə gəl b. Cavabımız bax belə bir çox fərqli şəkildə verilir. Keçirik 80-ci suala. 80. Bərabərsizlikdir. Fikir verin. X üstə gəl 3. X çıxılsın 4. Böyük veya bərabərdir 0. Bərabərsizliyinin ən böyük mənfi həlli ilə ən kiçik müsbət həllinin cəmini tapın. Əvvəlcə biz bərabərsizliyi həll etməyə çalışaq. Bilirik ki, bərabərsizlikdə hər bir mötərizədə tənliyi həll edib köklərini tapırıq. Yəni, x üstə gəl 3 bərabərdir 0. Burada kökünü tapırıq. Birinci kökü olur mənfi 3. İkinci mötərizənin içərisi 0 bərabər edilir və x-in qiyməti tapılır. 2 bərabərdir 4. Ədəd oxu üzərində gətirib göstərirsiniz. Ədədlərin ardıcıllığına fikir verin. Mənfi ədəd əvvəl yazılır. Mənfi 3. Müsbət ədəd sonra yazılır. Nöqtələr görürsünüz qapalıdır. Çünki burada böyük bərabər işarəsi var və intervallara ayırdınız. X-lər birinci yerdə gələndə demişdim sağdan müsbət götürün. Mənfi müsbət işarələr sağdan sola doğru növbələşir o zaman. Və böyük bərabəri soruşduğu üçün biz müsbət olan hissələri götürürük. Yəni, bax bu intervallar mənfi sonsuzluqdan mənfi 3-ə mötərizə qapalıdır. Baxın, görürsünüz, nöqtəmiz qapalı idi. Birləşməsi eyni ilə bax burada da 4 daxildir. Bərabərsizliyin həllidir. 4-dən müsbət sonsuzluğa. Bərabərsizliyin cavabı budur. Amma yenə də bizdən sual soruşur. Ən böyük mənfi həlli ilə ən kiçik müsbət həllinin cəmi. Ən böyük mənfi həlli fikir verin. Bax, mənfi həll burada qutarır. Mənfi 3. Ən böyük mənfi həlli budur. Mənfi 3. Ən kiçik müsbət həll. Müsbət həllər başlayır 4-dən. 4 daxildir bura. 4 bunun ən kiçik müsbət həlli olur. Onların cəmini tapın. Üstə gəldi, bərabərdir 1. 80-də cavabımız 1. Keçirik 81-ci suala. 81-ci sualımız daha maraqlıdır. Düzgün kötü dəyərlərə aiddir. Suala fikir verək. Deməli, kiçik diagonalı 12 kökdə 3 cm olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin ən böyük vətərinin uzunluğunu tapın. Deməli, söhbət burada düzgün altıbucaqlıdan gedir. Düzgün altıbucaqlı gəlin çəkinək. Düzgün altıbucaqlı. Və düzgün altıbucaqlının kiçik diagonalından söhbət gedir. Gəlin düzgün altıbucaqlının kiçik diagonalını da göstərək. Düzgün altıbucaqlının kiçik diagonalı burada yerləşir. Kiçik diagonalı. Adlandıraq. A, B, C. Üçbucaq alınır burada və kiçik diagonalın bizə verib 2, 12 daha doğrusu kökdə 3. 12 kökdə 3. Bizdən bu düzgün altıbucaqlının xaricini çəkilmiş çevrənin ən böyük vətərinin uzunluğunu soruşur. Əgər xaricini çəkilmiş çevrənin ən böyük vətərindən söhbət gedirsə, bilirsiniz ki, ən böyük vətər diametrdir. Deməli, biz onun xaricini çəkilmiş çevrənin radiusunu bilməliyik. Diqqətlə fikir verin burada uşaqlar. Diagonal 12 kökdə 3-dür. Biz düzgün çoxbucaqlının tərəfini tapa bilərik. Bax, bərabər yanlı üçbucaqdır. Düzgün çoxbucaqlıdırsa, tərəfləri hamısı bir-birinə bərabərdir. B-dən AC-yə perpendikulyar çəkmək olar. Bu perpendikulyar bərabər yanlı üçbucaq olduğu üçün həm də median olacaq. Deməli, AC diagonalı tən yarı bölünəcək. Əgər yarı bölünəcəksə, onda, məsələn, burada bir dənə K yazaq. AK bərabər olacaq 6 kökdə 3-ə. 6 kökdə 3. Və bucaqları gəlin araşdıraq. Düzgün altıbucaqlının daxili bucağı. Düzgün altıbucaqlının daxili bucağı. Bir daxili bucağı. Əlbəttə ki, siz bunların hamısını əzbər bilməlisiniz. Sonda nəticə olaraq deyəcəm. Sadəcə bu ətraflı yazı tapşırığı olduğu üçün mən onların alınmasını sizə başa salmağa çalışıram. Düzgün altıbucaqlının
bir daxilin bucağını tapmaq üçün 180 dərəcə n-2 bölünsün n düz durumda n'in yerinə 6 yazırsınız. Olur 180 dərəcənin vurulsun 4 bölünsün 6. Bu da olur 30 vurulsun 4, yəni 120 dərəcə. Yəni də deyirəm, siz əzbər bilməlisiniz hamısını. Düzgün altı bucağının daxili bucağı 120 dərəcədir. Deməli, bir bucağı 120 dərəcədir. Və hündürlük həm də tən bölən olduğu üçün burada 120 dərəcə yarı bölünür. Yəni ABK bucağına düşür 60 dərəcə. Düz bucaq var burada. Düz bucaq. Deməli, A bucağına da düşür 30 dərəcə. A bucağı olur 30 dərəcə. Alınır 30, 60, 90 iç bucağı. Baxın 60'ın qarşısında 6 köklə 3 dayanır. Deməli 30 dərəcəli bucağın qarşısındakı kaydet onda 6 olmalıdır. Və hipotenuzda 30 dərəcəli bucağın qarşısındakı kaydetin 2 mislidir. Deməli hipotenuzda 12 olmalıdır. Buradan özü üçün nəticə də çıxarda bilərsiniz. Bizim hazır düsturumuz var. Kiçik diagonala fikir verin. Kiçik diagonalın uzunluğu 12 köklər bizə verilmişdir. Tərəfi də tapdıq 12. Deməli, kiçik diagonal, altı bucaqlının deyil kiçik diagonalı bərabərdir A köklər üçün. Fikir verirsiniz, A 12'dir. Diagonalda 12 köklər üçdür. Mən sizə burada sadəcə bu düsturun alınmasını başa salmağa çalışdım. Deməli, A bərabərdir 12. A'nı tapdıq 12. Və indi biz bunu əlaqələndirməliyik ki, düzgün altı bucaqlının xaricini çəkilmiş çevrənin radiusu ilə. Tərəf 12'dir. Tərəf 12'dirsə, bax uşaqlar, düzgün altı bucaqlının xaricini çəkilmiş çevrənin mərkəzini burada o kimi qəbul etsək, həmin o mərkəzi təpə nöqtələri ilə birləşdirsək, təpə nöqtələri ilə, burada üç bucaq alınır. Bu üç bucağa gəlin fikir verək. Deməli, A yazmışdınız 12. Bu üç bucağa fikir verin. Beraber yanılırlar. Çünkü her ikisi burada onun haricinde çekilmiş çevrenin radyosudur. Böyük yerdir. Bax, bu təpədə olan bucağa gələn fikir verin. Bu təpədə olan bucağa. Təpədə olan bucağa 60 dərəcə düşür. Çünkü düzgün alt bucağlının 6 təpəsi var. 6 təpəsi var. Bunun 6'sı ilə də birləşdirsək, 6'sı ilə də birləşdirsək, burada 6 dənə üç bucaq alınır. Və tam bucaq, baxın, tam bucaq 360'dır yaxın. 6 yerə böləndə bura düşür 60 dərəcə. Deməli, belə çıxır ki, bərabər yanlı üç bucağın təpəsi 60'dır. Belə çıxır ki, oturacağın üçü bucaqlar da 60'dır. Onda bu üç bucaq bərabər tərəf edir. Və biz buradan da sübut eləyirik ki, düzgün altı bucaqlının xaricini çəkilmiş çevrənin radiusu, yəni böyük yer, elə onun tərəfinə bərabər imiş. Böyük yer A'ya bərabərdir. Burada da mən sizə bu düsturu başa salmağa çalışdım. 9. sınıfın dərsidir. Çox bucaqlılar dərsinə aiddir. Bir bərabərdir A'nı biz bu tanışdığım bu isbatdan nəticə kimi alırıq. Siz bunu əzbər bilməlisiniz, amma ətraflı yazıda tətbiq etsəniz daha yaxşıdır. A'nı 12 tapmışdıq. Deməli, bir yerimiz də bizim olur 12. Yəni, düzgün çox bucaqlının xaricində çəkilmiş çevrənin radiusu olur 12. Bizdən də soruşur ki, xarici çəkilmiş çevrənin ən böyük vətərinin uzunluğunu tapın. Ən böyük vətər də diametr deməkdir. Ən böyük vətər diametr deməkdir. Bu da 2 yerə bərabərdir. Deməli, ən böyük vətər, məsəl üçün burada bir şey yazın, AT bərabər olur 2 vurulsun 12. Yəni, 20. Həm də uşaqlar bu ən böyük vətər, onun xaricə çəkilmiş çevrənin diametri çox bucaqlının böyük diagonalıdır. Kiçik diagonalın düsturunu bayaqları çıxartdıq. Kiçik diagonalın düsturu A kökünə düşdü. AT isə onun böyük diagonalıdır. Belə çıxır ki, buradan artıq biz böyük diagonal üçün də düstur çıxartdıq. Deməli, diagonal və kübra yazmışam, bu kiçik diagonaldır. Diagonal böyük isə bərabərdir. R'in 2 misli oldu. Radiusun 2 misli. Yəni 2R xaricində çəkilmiş çevrənin radiusu R də A'ya bərabərdir və yaxud 2A. Sizin qarşınızda belə tapşırıqlar, belə suallar çıxacaq. Məsələn, A'nı verəcək. Çox bucaqlının tərəfi məsələn 6 santimetrdir. Deyəcək, böyük diagonalını tapın. Onda 6'nı 2'yə vuracaqsınız, böyük diagonalı tapacaqsınız. Və yaxud xaricində çəkilmiş çevrənin radiusu deyəcək ki, məsəl üçün 6'ya bərabərdir.
Böyük diagonalı tapın. Yine de altını ikiye vuracaksınız. Böyük diagonalı tapacaksınız. Bakın bak burada düsturları da biz çıkarttık. Böyük diagonalın düsturu, küçük diagonalın düsturu, düzgün altı bucağına söhbət edir. Əlbəttə ki, bu da onun xərcə çəkilmiş çevrənin radyosunun tərəfinə bərabər olması. Evet, bizden ne soruşuldu? Çevrenin en büyük vətəninin uzunluğu, en büyük vətəni ile onun xərcə çəkilmiş çevrenin diametri oldu. Bu da 24'e beraber oldu. Bugünkü videonun da sonuna geldik. Uşaqlar, hələlik sizinlə sağlaşıram. Əgər izahları bəyənirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.